Salam, hörmətli Missiya TV izləyiciləri. Missiya Aktual verilişinin növbəti buraxılışını diqqətinizə təqdim edirik. Bu dəfəki buraxılışımızda Azərbaycan-Avropa İttifaqı münasibətlərindən danışacağıq. Daha doğrusu münasibətlərimizin bugünkü səviyyəsi, bir qədər də ötən dövrdə yaşananlara nəzər yetirməyə çalışacağıq. Bu məsələləri müzakirə etmək üçün studiyamıza qonaq dəvət etmişik. Qonağımız siyasi analitik Turab Rzayevdir. Turab bəy, xoş gəlmisiniz. Turab bəy, istəyirəm mövzuya ilə birbaşa bu günlərdə baş tutmuş Tiranada Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısından başlayaq, keçid alaq. Yəni burada Avropa İttifaqı Şurasının prezidentinin, cənab prezidentlə Azərbaycan dövlət başçısından görüşmək istəməsi və görüşməsi və ümumiyyətlə bu Tiranadakı görüşdən əvvəl Azərbaycana Avropa İttifaqı rəsmilərinin səfərləri zamanı müzakirə olunan məsələlər, Avropa Komissiyasının sədri, vitse-prezidenti məsələn aprel ayında yanılmıramsa təşrif buyurmuşdu, cənab prezidentlə görüşdü və həmin görüşdə Azərbaycanın regional əhəmiyyəti xüsusi vurğulandı. Bundan əvvəl isə Avropa Enerji Komissarı səfəri olmuşdu. Orada da demək Avropanın enerji təchizatında enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyəti vurğulandı. Həm bu, həm Tirana demək səfərində Azərbaycana göstərilən münasibət onu düşünməyə əsas verirmi ki, ötən dövrlərdə müşahidə etdiyimiz o ədalətsiz, biraz da qərəzli münasibət əvvəlki administrasiyanın artıq yavaş-yavaş korrektəyə məruz qalır və Avropa İttifaqı artıq Azərbaycanla gerçək mənada əməkdaşlığa meyllənmək istəyir. Birisi burada iki məqam var. Məqamların biri ondan ibarətdir ki, Avropa İttifaqının idarəetmə mexanizmi çox mürəkkəbdir. Çox mürəkkəbdir və burada fərqli, orada indi kollegial idarəetmə sisteminin üstünlüyü verirlər. Ona görə fərqli və çox şaxəli orada qurumlar var. Və bu qurumların bir çoxunun funksiyası nədir, ümumiyyətlə nəyə xidmət edib bəlli deyil. Məsələn, bunlardan ən məşhuru Avropa Şurası Parlament Assambleyasıdır, hansı ki, maksimum tövsiyə verə bilir. Amma məsələn, bizdə hər dəfə ümumiyyətlə siyasətdə Avropa Şurası Parlament Assambleyasının hansısa bir açıqlaması, hansısa bir qətnaməsi, hətta bir Azərbaycan əlinə sanksiya qoymaq istəyirlər və s. Xüsusi ajitaj doğurur. Halbuki bu daha çox köhnə parlamentarilərin, köhnə biznesmenlərin, siyasət adamlarının yığışdığı klub kimi bir şeydir. Ona görə də əslində bəli, Avropa İttifaqının Azərbaycana qarşı mövqelərində zaman-zaman haqsız nöqtələr olub. Zaman-zaman bizə qarşı ədalətsiz qərarlar da olub və yaxud balans saxlamağa çalışıb. Halbuki bu bizim Qarabağ münaqişəsində və Ermənistan-Azərbaycan münaqişəsində balans saxlanmalı deyildi. Yəni faktiki olaraq biz işğala məruz qalmış tərəfik, digər tərəf işğal eləyib. Yəni burada iki tərəfə necə yeni baxmaq olar? Amma çox təəssüflər olsun ki, biz Avropa İttifaqında da bunu görürük, Beynəlxalq Ədalət Məhkəməsində də görürük. Məsələn, Azərbaycan xeyrinə bir qərar verəcəklərsə və ya deyək ki, bizim hər hansı bir qaçqın və ya məcbur köçkün lehinə bir qərar verəcəklərsə, paralel olaraq Ermənistan lehinə də bir qərar verirlər və faktiki olaraq elə ki, sıfırlamış olurlar bu effekti. Biz bunu görürük. Ancaq bir çox hallarda bu bəzən bizdə iddia olan qədər də tamamilə bütün Avropa İttifaqı ilə sanki Azərbaycan müharibə içərisindədir və ya tamamilə bir-birinə zidd anlayışda doğru deyildi. Çünki bu dediyim kimi bu qurumlar daha çox köhnə parlamentarlərdən ibarətdir. Olan bir çox lobbiçilərlə məşğuldur və bəziləri Fransa təsiri altındadır. Yəni açıq etiraf elə Fransa və Fransanın deyək ki, təsir zonasında olan ölkələr İspaniya, Hollandiya, deyək ki, Belçika, İsveçrə daha çox Azərbaycan əleyhinə qərarlar bu ölkələrin parlamentlərindən çıxırdı. Bir burada Fransa təsiri var. İkincisi də dediyim kimi köhnə siyasətçilərdir, erməni lobbisidir deyək ki, müəyyən məsələlərdə dostluq, tanışlıqla, müəyyən məsələlərdə hətta müəyyən deyək ki, korrupsiya elementləri ilə, hədiyyələrlə bu insanları Azərbaycan əleyhinə yönəldə bilirdilər. Biz məsələn bunu İspaniya örnəyində gördük. İspaniya durduğu yerdə Azərbaycanla dostluq haqqında sazişi ləğv edildiğini bildirmişdi bu Qarabağ müharibəsindən biraz sonra. Və mən sizə əmin edirəm ki, İspan parlamentinin belə Azərbaycan yerini bilən, Azərbaycan tanıyan orada çox az şəxs var. Sadəcə olaraq necə qərar vermişlər? İclasdan qabaq erməni aktivistlər içəri girib müəyyən broşurlar vermişlər. O broşurlar yazıblar ki, aydın məsələn ermənilər perspektivindən. Bəs Azərbaycanlılar Sumqayıtda bizi qırdılar, Qarabağda bizə bu zülmlər eləyirdilər və s. Biz burada azadlıq mübarizəsi başlamışıq. Və ona əsasən baxıb. Yəni bu adamların anlayışı yoxdur. Yəni bəzən belə hallarla da üzləşirik. Yəni məsələn İspaniya Fransa təsir zonasında olan ölkə olduğuna görə. Yəni burada Avropa İttifaqı əslində Azərbaycanın strateji önəmini həmişə qavrayıb. Məsələn,
Fransa, xatırlayırsınız, biz ona qarşı mübarizə apardıq. Siz də bizə dəstək vermişdiniz, əmin media olaraq. Azərbaycan qarşı 2 sanksiya qətnaməsi ortaya qoymuşdu. Hətta Azərbaycan neft qaz satışını əngəlləmək üçün belə bir məsələ vardı. Həmin dövrdə Avropa Şurası Parlament Assambleyası o da Azərbaycan qarşı sanksiya çağırışları edirdi. Belə bir dövrdə məsələn Avropa Şurası, Avropa İttifaqı rəhbərliyi Bakıya səfər edib cənab prezidentlə neft qaz hasilatının artırılması ilə bağlı görüşdə idilər. Yəni əslində Avropanın idarəedici mexanizmi, real siyasi hakimiyyəti Azərbaycanla qaz ixracının artırılması ilə bağlı danışır. Parlament Assambleyasıdır və Fransada bunlar da çağırışlar edir. Bəli, Azərbaycan nə çağırışlar edir. Bəzən belə hallar da olurdu. Turab bəy, amma gəlin razılaşaq ki, bu münasibətin hər halda gözlə görüşən həqiqətlər var ki, dəyişməyinə səbəb olan amillər də var. Bu amillər sırasında məsələn sadalamaq olarmı Azərbaycanın çox istiqamətli uğurlu xarici siyasəti, məsələn, nəinki Cənubi Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə mövqelərini möhkəmləndirməsi, uğurlu demək, eləcə də Çinlə strateji tərəfdaşlıq əlaqələrini genişləndirmək istiqamətində mühüm addımların atılması artıq Avropanı, doğrudan da Azərbaycanın Avropa üçün vazkeçilməz olduğunu həqiqətini dərk elətdirir və onlar başa düşürlər ki, biz bu regionda siyasət yürütmək istəyiriksə, Azərbaycan faktorunu mümkün qədər doğru düzgün dəyərləndirməli və bu ölkə ilə əməkdaşlıq eləməliyik. Yəni əməkdaşlıq qaçılmazdır Azərbaycanla. Yəni Azərbaycanın özünün xarici siyasəti də onları demək məcbur eləyir ki, bizlə əməkdaşlığa demək normal münasibət göstərsinlər. Birisi burada əslində sualı 2 hissəyə bölmək istəyirəm. Bir hissəsi Azərbaycanın hibrid xarici siyasəti ilə bağlıdır. Gəlin etiraf eləyək ki, Azərbaycan hibrid xarici siyasət məqamında bunu ən ustalıqla, ən ideal şəkildə həyata keçirən bir neçə ölkədən biridir. Digərləri daha çox Türkiyəni misal göstərmək olar, Rusiyanı misal göstərmək olar, Omanı misal göstərmək olar. Yəni bizim daha regional ölkələrdən də, bu ölkə Britaniyada məsələ danışmıram. Ancaq digər ölkələrdə zaman-zaman uğursuzluq var. Hətta mən buna ən uğurlu misal kimi Azərbaycanın məsələn Balkan siyasətini göstərərdim. Elə görüş də Tiranada olmuşdu, Albaniyada. Azərbaycan yeganə ölkədir ki, Balkan regionunda bütün ölkələrlə normal və dost münasibəti var. Halbuki Balkan regionu dünyanın ən qarışıq siyasi regionudur. Yəni Avropanın çox vaxt ora ağrıyan qarnı deyilir, ağrıyan mədəsi deyirlər ki, o qədər orada problem var ki, etnik problemlər, dini problemlər, sektoral problemlər. Hətta məsələn təkcə müsəlman Bosniyalı serblər arasında deyil o qırğınlar. Orada katolik Xorvatlardan pravoslav xristian serblər bir-birini qırırdılar və Bosniyalılara qarşı orada Makedoniyalılarla Yunanlar düşmən münasibətdədir. Makedoniyalılarla Albanlar düşmən münasibətdədir. Makedoniyalı ilə Bolqarlar, yəni bütün region bir-birinə düşmən olan fərqli çoxlu sahələ və bir-birlə dost olan 2 ölkə yoxdur həmin regionda. Və Azərbaycan bu qədər fərqli regionda olan ölkənin hər biri ilə hətta bir çoxla strateji münasibətlər var. İstəsələr ki, Azərbaycan Bosniyada qardaş dost ölkə kimi qəbul olunur. Serbiya prezidenti Azərbaycan prezidentinə qardaşım dostum deyir, qucaqlar, görüşür, hətta Bakıya gəlir, Rusiya gələndə. Digər tərəfdən Albaniya prezidenti daha əvvəl və Əlcəzadə Xatırcıq Frankofonlar Birliyini Azərbaycan müdafiə eləyir. O bir tərəfdən Makedoniya, Qaradağ, Azərbaycanın, Xorvatiya Azərbaycanın təbii qazı istəyir. Bolqarıstan prezidenti ilə həm Azərbaycan prezidenti, həm Türkiyə prezidenti münasibətləri yenə dostluq qardaş səviyyəsindədir. Rumıniya ilə bizim strateji əlaqələrimiz var, xüsusən neft qaz məsələlərində. Macarıstan bizim həm türk dilli ölkələr klubuna üzvdür, həm strateji münasibət. Yəni bütün regionlar və mən sizə deyim ki, hətta ABŞ-da bəzi universitetlərdə Azərbaycanın bu Balqan strategiyası dərsliklərdə, yəni siyasi dərsliklərdə bu siyasətlə məşğul olan insanlar üçün bir örnəkdir. Bu sadəcə bir regionda, məsələn mən sizə deyim ki, hətta böyük dövlətlər bunu bacarmırlar. Məsələn Rusiya orada Serbiyanın tərəfini tutur deyə Albanlarla Kosova ilə münasibəti pisdir. Türkiyə indi təzə əvvəllər bu Kosova Albaniya məsələsinə görə Serbiya ilə gərginlik vardı. İndi artıq düşünürəm ki, orada Azərbaycanın da rolu olub, xüsusilə o münasibətlərin yaxşılaşması, çünki bizim daimi münasibətlərimiz vardır. ABŞ deyək ki, Serbiya ilə Kosova ilə münasibətləri gərginlik Kosovaya və Albaniyaya, hətta qlobal güclər belə Azərbaycan qədər dəqiq strateji planlama elə bilmirlər Balkanda. Eyni məsələnin bir də Azərbaycana olan geosiyasi ehtiyac məsələsi. Yəni təbii olaraq Azərbaycan Xarici Siyasət İnstitutu apardığı deyək ki, bu fəaliyyətdən başqa, hibrid xarici siyasətdən başqa təbii amillər. Bunlardan biri nədir? Mərhum Brzezinski dediyi kimi Azərbaycan deyir Orta Asiya enerji yatırıqlı açılan o şüşə qabını, o butulkanı deyir boğaz hissəsi, tıxac hissəsidir. Yəni Azərbaycan olmadan siz Mərkəzi Asiyaya gedə bilməzsiniz. Baxın,
Fransa, siz çox strateji bir məlumat deyəcəm əslində. Fransa tamamilə 90% öz elektrik enerjisini atom elektrik stansiyaslarından alır. Bu atom elektrik stansiyaslarından istifadə elədiyi uranın 10% Afrikadan gəlir. 90% Rusiya və Rusiya ətrafı ölkələrdən gəlir. Keçmiş MDB ölkələrindən gəlir. Rusiya orada strateji olaraq nə edir? Afrikada bir qiyam oldu, xatırlayırsınız, Mali, Niger və s. Oradakı 10% kəsildi. Ölkə dedik biz ixrac eləməyəcəyik. 100% Rusiyadan asılı oldu mu? Rusiyadan gələn həmin nüvə xammalının 1/3 Rusiyanın özünündür, 1/3 Özbəkistanındır, 1/3 Qazaxıstanındır. Yəni faktiki olaraq 60-65% Qazaxıstan və Türkmənistan payına düşür. Xatırlayırsınız, Makron bir orta səfər elədi. Ölkələrdə danışıqlar apardı ki, bəs bizə xam mal verin. Rusiyanın sanksiya qoyublar, həm sanksiya qoyub, həm enerji ehtiyacı var. İndi Rusiyanın gəl ya sanksiyanın özü dəlsin, Rusiyadan alsın, ya istəyir dolayı yoldan alsın. Aydın. Oradakı şirkətlərin çoxunca böyük ehtimal Rusiyada ortaq şirkətlərdir. Yaxşı, deyək getdi danışdı. Özbəkistan və Türkmənistan razılıq verdi ki, birbaşa onlara da lazımdır valyuta. İxrac eləyirik Fransaya. Doğrudur mu? Hə, deyək 1/3 Rusiya qaldı bunlardan və ya Rusiyanın ikinci ortası üzərindən aldın. Çünki Fransa enerjisi qala bilməz. Dünyanın 4-5-ci nəhəng iqtisadiyyatdır. Bu nüvə xammalını, o uran xammalını hardan aparacaqsın? Rusiyaya özün sanksiya qoymusan. Yaxşı, bütün dünya İrana qarşı birləşib, indi Omanda məcbur eləməsi ki, zənginləşmiş nüvədən imtina elə, nüvə silahına imtina elə, nüvə proqramını bağlatdı. Trump deyir ki, 500 illik neft-qaz ehtiyatları var. İrandan mı keçirəcəksən bunu? Yəni, əlinlə zənginləşdirmiş nüvəni aparıb İrana mı verəcəksən? Tonlarla. O da mümkün deyil. Bir yol var. Bax, Makron Azərbaycana qarşı sanksiya çağırış edildi. Azərbaycana qarşı xatırlıyorsunuz, xəritədə Qarabağda Ermənistan göstərən, Azərbaycan əleyhinə ən qəti addım atan dövrdə gedib Orta Asiyada bu danışıqlar yapardı. Yaxşı, bunlar hardan keçəcək? Digər məsələ nəqliyyat məsələsidir. Orta Asiyaya bütün nəqliyyat kommunikasiya qovşaqlarının alternativ yollardan biridir. Mümkün Rusiya yolu da var, İran, amma alternativ yollardan biri də Orta Dəhlizdir və Orta Dəhliz üzrə Azərbaycanın hakimiyyəti var. Bizim baş tiflis qarşı dəmir yol xəttimiz var. Bu əslində Azərbaycan dövlətinin strateji uzaqgörənliyini Azərbaycan hava çevrilib, nəqliyyat havanı. Bəli, bir də strateji uzaqgörənlik var burada. Biz baş tiflis qarşı dəmir yol xəttini çəkəndə bizə nə qədər maliyyə var? Lazım deyil, o yük daşıya bilməyəcək, azdır, maliyyə vermədilər. Təsəvvür ki, biz Rusiyanın İrandan xaric özümüz şərq-qərb dəstəsində yol çəkirik. Hətta açıq deyək indi bizim strateji müttəfiqlərimiz ABŞ bankları, Avropa bankları bizə maliyyə vermədilər. Nə var, Ermənistan kənarda qalır deyə. Azərbaycan öz pulu hesabına çəkdi. Gürcüstanın maliyyə resursları olmadı. Gürcüstana biz faizsiz müddətli kredit verdik. Nə var, o xətt çəkilsin deyə. İndi Azərbaycan baş tiflis qarşı hazır dəmir yol xətti var. Azərbaycan 3 dənə limanda dəyişiklik edib. 2 limanı yeniləyib Xəzər dənizində, həm Bakı limanı, həm Binə limanı. Yeni bir Ələt limanı tikib. Qara dənizdə Anakli limanında maraqlıyıq. Gürcüstan hökuməti danışır ki, onu dərinləşdirir. Anakliyə ki, yeganə dərinsul liman olacaq. Novorossiyskdən böyük liman olmalıdır. İndiyə nə qədər də Potiyada, Supsayada, digər limanlara da biz sərmayə qoymuşuq. Kulev terminalını böyütmüşük. Bu da deyəndə. Yəni faktiki olaraq istəsən ortada dəmir yol xətti var. Bu tərəfdə limanlar bizdədir, Xəzər dənizdə. Qara dənizdə də limanlar bizdədir və ya Gürcüstanla ortaqdır. Yəni orta dəhliz tamamilə bizim nəzarətimizdə deyə bilərik. Belə olan halda bizdən kənar hansı iş görmək var? Necə bu orta dəhliz işləyə bilər? Və indi paralel olaraq düz Ağbəndə qədər bir Qarabağda dəmir yolu çəkilir. Oradan Naxçıvana, oradan da Türkiyədən Qarsdan bu İğdıra, yəni dəmir yol xətti çəkilir. Yəni hətta bizim bir yox, bu tamamlananda 2 dənə də alternativ dəmir yol xəttimiz olacaq. Yəni faktiki olaraq biz ortada bir regional bir reallıq yaratmışıq. Qara dənizdən Fars körfəzini birləşdirdik faktiki olaraq. Yəni bəli, yeni bir reallıq yaratmışıq, doğrudurmu? Və sözünüzə qüvvət, biz digər layihələrini, hətta nə qədər İranla münasibətlərimiz gərgində, yenə də Azərbaycandakı görür. Düz təsəvvür ki, Finlandiyadan, Polşadan bizim Astaraya qədər dəmir yol xətti var. Bizim Astaraya dəmir yol xətti var. Digər tərəfdən İranda da Rəşddən düz Bəndər Abbasa qədər dəmir yol xətti var. Orada bir 100 kilometr arada məsafə qalıb. 100-150 kilometr belə də. Astara Rəşd arasında. Biz İrana, hələ İran Rusiya ilə müttəfiqdir, Hindistanla müttəfiqdir. Biz hətta İranla münasibətlərimiz gərgindir, bəzən hətta Hindistanla da müəyyən problemlər ola bilir. Yenə biz burada iqtisadi amil əsas götürürük və hop məsələn, biz İrana dəfələrlə təklif eləmişik, lazımdır, biz də yatırım eləyə bilərik ki, o 150 kilometr çək ki, siz təsəvvür ki, Hindistandan, Mumbaydan çıxan istənilən məhsul ən qısa 10 günə gedib Avropaya çata bilər. Birbaşa özdə, Bəndər Abbasda qatara mindirsə gedib Finlandiyada və ya Polşada və ya Belarusda
enə bilər. Yəni təkcə şərq-qərb istiqamətində yox, şimal-cənub istiqamətində də biz bu regional reallığı yaratmışıq. Və Avropa İttifaqı artıq bununla Bəlkə dediyim üzr istəyirəm, o amillərdən biri də elə budur Azərbaycan həm də nəqliyyat infrastrukturunun genişləndirilməsi. Bununla razılaşmalılar. Üçüncü böyük faktor var. Yəni bu Azərbaycan-Türkiyə strateji tandemidir. Yəni faktiki olaraq biz bölgədə belə bir reallıq yaratmışıq ki, istənilən xarici təhdidə qarşı Azərbaycanın ikili, üçlü ittifaqları var. İkili məsələn Azərbaycan-Türkiyə, Azərbaycan-İsrail, Azərbaycan-Pakistan, Azərbaycan-Mərkəzi Asiya ölkələri. Bir də üçlü. Məsələn, üçlü formatlarda biz çox uğurluyuq. Məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Özbəkistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya, İran, Azərbaycan-Türkiyə-Rusiya. Yəni biz faktiki olaraq üç tərəfli formatların da çox çeşidli, həm iki tərəfli, həm çox tərəfli, məsələn, Türk Dövlətləri Təşkilatı kimi qoşulma hərəkəti məsələn çox tərəfli siyasət aparır və bu siyasət içərisində bizim sabit müttəfiqlərimiz var. Baxın, Ermənistanın bir problemi nədir? Onun daimi müttəfiqi yoxdur və ya uzaqda da zəifdir, deyək ki, Fransa kimi. Bölgə təsir imkanları azdır. Və ya Rusiyanın bir problemi nədir bu gün? Ukraynanın, onun daimi müttəfiqi yoxdur. Bizim burada daimi müttəfiqlərimiz var və bu daimi müttəfiqlərimiz bizə şərait yaradır ki, biz bir tərəfdən özümüz daha təhlükəsiz hiss eləyək, iki tərəf daha regional məsələlər qoşulaq. Məsələn, Azərbaycan artıq bu gün Suriyada yeni bir reallıq var. Bəzi ölkələr oraya girib. Məsələn, İranı qovub çıxartdılar oradan, gəlin açıqlanışıq. Yəni Rusiya mövqeləri zəiflədi. Çin artıq narahatdır ki, mənim mövqeyim zəifləyəcək. Amma bu gün Azərbaycan Türkiyə ilə birlikdə ona müdaxilə edə bilir. Yəni biz artıq regional oyunçu olmuşuq. Yəni biz lokal məhəlli oyuncudan orta gücə, regional reallığa doğru gedirik. Bu gün Suriyada bir problem Azərbaycan ola bilər. Bu gün İsrail ilə Türkiyə arasında bir problem olur. Azərbaycan bu qarşı vasitəçilik edə bilər. Daha əvvəl dediyim kimi, mən əminəm ki, Türkiyə-Bolqarıstan, Türkiyə-Serbiya münasibətlərinin bərkiməsində də Azərbaycan qol oynayıb. Bu gün Azərbaycan-Türkiyə Özbəkistan strateji işbirliyi platforması var. Xatırlayırsınız, 50-dən çox ortaq layihə var. 500 milyondan çox layihə sərmayə qoyuldu. Artıq milyardlarla vəsait qoyulacaq Özbəkistanla birgə. Sabah bu Türk dünyası dövlətlərinin digər ölkələrində şamil olacaq. Elə Türkmənistanda da olacaq, deyək ki, digərlərində də olacaq və Avropanın enerji krizi, Avropa hələ də enerji təhlükəsizliyini təmin eləməyib. Sabah Avropa əlavə enerji lazım olsa bunu hardan təmin edəcək? Yəni, bu əlavə olaraq ya Azərbaycan üzərindən swapla Rusiyadan, İrandan gələ bilər, ya Türkmənistan qazı gələ bilər. Yəni Avropanın axı bu enerji yenə də ehtiyacı var. Evet. Bütün bunlar fonunda, üstəlik bu enerji, məsələn, xarici yerlərindən istəyirsə gələcək transxəzər qaz xətti ola bilər Türkmənistandan, Qazaxıstan nefti bizim üzərimizdən daşına bilər. Yəni bütün bunlarda həm Azərbaycana, həm də dolayısıyla yolla Azərbaycan-Türkiyə tandeminə, Azərbaycan-Türkiyə ittifaqına bu Avropa İttifaqı möhtacdır. Biz elə bunun görüntülərdən gördük. Məsələn, Tiranada fikir verirsə, demək olar ki, bütün hadisələrin mərkəzində Azərbaycan və Türkiyə vardı. Cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Cənab Ərdoğan vardı. Hətta bütün məsələlərdə, məsələn, özgəsi vaxt bizim, deyək ki, rəqib ölkə sayılıq və düşmən ölkə sayılıq. Paşinyan az qaldı demək olar ki, bütün video görüntülərdə ya bizim prezidentin arxasında düşüb, ya Ərdoğanın arxasında düşüb, biz orada deyək ki, bir yaxınlıq, bir səmiyyət qurmağa çalışır. Hətta desən videolar düşmüşdü, o kofe içmək için xahiş edir və s. Digər tərəfdən, deyək ki, o Türkiyə prezidenti Ərdoğanla Makronun görüntüləri, yəni faktor sonra bizim prezidentimizlə yaxınlaşdı. Bəli, Makron gülə özgəsə bütün gün Azərbaycan əleyhinə, bizim əleyhimizə, amma orada gəlib az qala bir qucaqlamada qaldı. Və Ərdoğan oturub orada gəlib qabağında ayaq üstə durur, nə bilim, barmağınla görür. Bir barmağını sıxır. Bəli. Ya əlində saxlayır. Yəni bütün bu görüntülər artıq o geopolitik reallığı dərk etməyə başladılar. Bu bölgədə, yəni Qafqaz və Mərkəzi Asiyanın açarı Azərbaycandır. Ümumi yaxın şərqdə də Azərbaycan və Türkiyə tandemi olmadan iş görmək çətindir. Hətta mən bunu keçən İsrail ilə bağlı məsələlərdə dedim ki, İsrail də bu məsələdə artıq Türkiyə ilə yaxınlaşma yolu tutmalıdır. Və gördüyüm kimi artıq bu istiqamətdə də addımlar atılır. Çünki bu bölgənin gələcəyi təşkilçi arxitekturasında mən Türkiyənin, İsrailin, Səudiyyə Ərəbistanının, Azərbaycanın və Misrin bu 5 əsas ölkənin iştirakı olmadan bu Qətər, Birləşmiş Ərəb Əmirlikləri də əlavə oluna bilər. Geniş, uzun müddətli bir sülh görmürəm. Bu da əslində Azərbaycanın regional olaraq həm Avropa siyasətinə, həm Mərkəzi Asiya siyasətinə, Türkistan coğrafiyasına, həm yaxın şərqə təsir etmə imkanlarını göstərir. Məsələn, bayaq siz dediniz o Çinlə münasibətlərin inkişafı, İranla yenidən yaxınlaşma, aradakı problemləri aradan qaldırma cəhdləri yenə bu gün Hikmət Hacıyev yenə oradaydı İranda. Yəni bütün bunlar göstərir ki, artıq
biz hər tərəfli şəkildə bir hibrid siyasət qurmuşuq və çalışırıq ki, bütün böhranları ya neytrallaşdıraq, neytral ərazilərdə isə özümüzə müttəfiqlər tapaq və əlaqələr inkişaf elətdirək. Və gələk Turab bəy, demək bayaq siz əslində qeyd elədiniz, Avropa İttifaqının Azərbaycan və Ermənistana münasibətlərində zaman-zaman müşahidə olunan güya obyektiv balans yaratmaq cəhdləri əslində bir çox hallarda isə bu birmənalı olaraq Ermənistan meyilli siyasətlərinin şahidi olduq. Və bundan sonra sizcə Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında gözlənilən bu sülh sazişinin imzalanmasına, ümumiyyətlə də bu münasibətlərə onun yanaşmasında hansısa fərqli çalarlar müşahidə. Çünki ötən dövrdə biz həm də Ermənistan da biraz bu prosesdən yararlanmağa çalışdı, biraz ayrıcalıq xətti yaratmağa, özünün əlahiddə və belə xüsusi əhəmiyyətini qabartmağa çalışırdı regionda. Amma nəticə itibarilə gördük ki, Avropa İttifaqı reallıqları qiymətləndirməyə meyilləndi. Sizcə bax bu münasibətlərə, bilavasitə sülh sazişinə münasibətdə hansısa fərqli yanaşmaların şahidi ola biləcəyikmi? Biz Azərbaycana qarşı biz təzyiqin az olmasını müşahidə edə bilərik. Yəni Azərbaycan əleyhinə azala bilər, bizə qarşı təxribat azala bilər. Azərbaycana qarşı deyək ki, orada hansı çalar varsa, bəzi deyək ki, fərqli qurumlara mesaj verilə bilər ki, Azərbaycana təzyiqi azaldın. Bunlar mümkündür. Ancaq və yaxud sülhə dəstək ola bilərlər, məsələn Ermənistanı təşviq edə bilərlər. Avropa İttifaqının belə paketləri var da əvvəl xatırlayırsa, dedilər ki, bəs Ermənistanın səviyyəsi 4 milyarda yaxın, Azərbaycanda 2 milyarda yaxın əlavə vəsait qoyulacaq, investisiya qoyulacaq, əgər siz barışsa, sülh olsa və s. Orada əlbəttə bir ədalətsizlik var. Ermənistan Azərbaycanın ərazisi balacadır, əhalisi 3 dəfə azdır. Niyə ora investisiya 2 dəfə çox? Və yaxud eyni zamanda bir ehtiyac olan biz tərəfdədir. Yəni bizim ərazimiz dağılıb, bizim 1 milyon yaşayan insan yer yoxdur. Ev, eşik, infrastruktur, yol, elektrik və s. Əslində bizim ehtiyac var. Ermənistan ərazisi dağılmıyor baxın. Amma yenə də görürsünüz orada belə bir ədalətsizlik var. Məsələn o investisiyalar təşviq oluna bilər. Ermənistan əlavə yollar çəkmək, dəmir yollar çəkmək və s. onunla təşviq oluna bilər. Yəni sülhə təşviq edə bilərlər. Ancaq yeni bir şey etiraf edək ki, nə qədər biz buna indi politikarlıq sayılmasın deməsək də, Avropa İttifaqı yenə də bir xristian klubudur və Avropa İttifaqı heç vaxt bizi Ermənistan qədər çox istəyə bilməz. Yəni bunu etiraf edək. Baxın, Gürcüstan Avropa İttifaqına namizəd üzv kimi qəbul edildikdə, üzvlüyə namizəd kimi qəbul edildikdə, Ermənistan açıq şəkildə Rusiyanın orbitində idi. Hələ də Rusiyanın sanksiyaları yayılmasına kömək edir. Bu gün də eləyir. Bu gün də Ukraynaya gedən raketlər, texnoloji silahlar Ermənistan 20 milyarda yaxın Ermənistan dövriyyəsi az qalır. Yəni Ermənistan nə istehsal edir? Yəni orada dağlı ərazidə bilirsiniz, biraz ərikdən, biraz qoyundan başqa heç nə yoxdur yəni orada. Bir də Arat konyakı var. Yəni 20 milyard nə istehsal edə bilər? Onda bəllidir ki, 200 milyonluq bir həcmi var. Aydın məsələn ki, bunlar üçüncü ölkələrdən gəlir və biz görürük paralel olaraq biz indi analiz edirik də, yəni eyni həcmdə də Çinlə, Birləşmiş Ərəb Əmirlikləri ilə, çünki Dubay üzərindən çox Çin məhsulu və Fransa ilə bu ticarət həcmi artıb. Demək ki, Fransadan, Dubaydan və Çindən aldığı məhsullar Rusiyaya ötürür və ya tam tərsinə. Yəni orada bir və neçə şirkət də sanksiya məruz qalıb Ermənistan. Baxmayaq bu qabardılmır. Hətta 2 təyyarə şirkəti, 2 Gürcüstandan da istifadə edirlər. Məsələn, Ermənistan üzərindən Gürcüstan üzərindən gedib bəzi hallı məhsullar, bəzi hallı təyyarələrlə gedir. İndi burada məsələ nədir? Məsələ odur ki, bütün bunlar ola və biz hələ Rusiyaya deyək ki, bu sanksiyalar yayılmağa kömək etmədiyimiz halda, Ukraynaya yardım etdiyimiz halda Avropa İttifaqı, məsələn, mən xatırlayırsınız həmin dövrdə demişim, Gürcüstanı qəbul edən kimi Ermənistan qəbul edəcəklər. Ermənistan Avropa İttifaqının üzvüdür. Ermənistan Gömrük İttifaqının üzvüdür. KTMT-nin üzvüdür. Yəni siz Avropa İttifaqının üzvü olmaq üçün NATO-ya üzv olmalısınız ilk öncə. Ermənistan Rusiyanın NATO-sunun üzvüdür, KTMT-nin üzvüdür. Ermənistan özü Avropa İttifaqı üçün başqa bir Avropa İttifaqının başqa bir ittifaqın üzvüdür. Ona da namizədlik məsələsini gündəmə gətirildi. Xatırlayırsınız, hətta Ermənistan parlamentində səs vermə oldu. Nəyə görə? Niyə məsələn Ukraynanın yanında bu yardımlarla və s. olan, niyə Rusiyaya qarşı sanksiyalar qoşulmayan, yəni qırmızı xəttlər keçməyən, niyə 90-cı ildə, 30 ildə bütün enerji layihələrini, elektrik layihələrini, nəqliyyat komissiyası Şərq Qərb istiqamətində qoyan, faktiki olaraq Avropaya körpü olmağa çalışan, biz öz pullarımızı xərcləmişik, öz maliyyəmizi xərcləmişik, bayaq dedim ki, limanlara, yollara və s. ki, Avropa sabah bundan istifadə edib Çindən mal və xidmət aparsın və ya sata bilsin. Doğrudurmu? Sabah Bakı-Tiflis qarşısında daşınan məhsulların 1% Azərbaycan deyil. Hamısı Çindən Avropaya gedən mal və xidmətlərdir və ya Orta Asiya Türkiyəyə gedən mal xidmətlərdir. Yəni sizin üçün əslində normalda məsələn gedib Özbəkistan, Türkmənistan danışmırlar, məsələn 12 milyard yatırım qoyacaqlar ki, orada infrastruktur. Biz bunu özümüz qoymuşuq.
Bütün bunlara baxmayaraq, niyə məsələn Azərbaycanla bağlı bir dəfə biz belə bir yanaşma görməmişik? Və niyə Azərbaycan, mən sizə əminəm ki, Azərbaycan Ermənistandan keçən malın onda birini sanksiyalardan kənar daşımağa cəhd eləsə, indi yüzlərlə bizim haqqımızda məlumatlar, bütün dünya mətbuatı bizim haqqımızda danışır. Burada bu fərqli yanaşma olacaq. Ermənistana öz övladları kimi görürlər, xristian dünyası bir hissəsi kimi görürlər, məzlum xalq kimi görürlər, Fransa və ətrafında ölkə xüsusilə himayə edir. Məsələn, bu tərəfə qalacaq. Biz bugünkü xarici siyasətimizi olduğu kimi davam etdirməliyik ki, Avropa İttifaqı bizlə belə deyim də əməkdaşlıqda... Yəni, biz bilirik ki, onlar bizi Ermənistandan çox sevməyəcək. Amma bizə bu lazım deyil. Bizə lazımdır ki, ən azından neytral qalsınlar, bizə mane olmasınlar. Deyək ki, bizim böyük layihələrdə iştirak planlarımız var. Təkcə Nefqaz deyək ki, gələcəkdə buradan deyək ki, bu alternativ enerjinin alınan elektrik enerjisinin keçirilməsi var. Baxın, Azərbaycan bayaq dedim, Macarıstan və Rumıniya ilə Avropa İttifaqı ölkəsi artıq strateji ortaqlığımız var. Biz Qara dənizin dibi ilə Azərbaycan və Gürcüstan elektrik kabellər çəkdik. Sabah elektrik satacağıq. Digər tərəfdən bizim İtaliya ilə strateji partnyorluğumuz var. Məsələn, İtaliya, o da Avropa İttifaqının bir üzvüdür də. İtaliya neçə ildir Azərbaycana ən azı 1.5-2.5 milyardlıq silah satmaq istəyir. Avropa İttifaqı təzyiqlərini gör sata bilmir. İtaliya Müdafiə Naziri gəlir, görüşür. Bizə o silahlar uyğundur. Çünki biz Türkiyədə İtaliyadan silahlar alırıq. Bizə də uyğundur. Biz də almaq istəyirik. Bizə istəyirik diversifikasiya eləyək, ancaq bir mənbədən asılı olma. Ancaq Avropa İttifaqı ona mane olur. Niyə? Biz deyək ki, onun əməkdaşlıq eləyə bilmir. Amma digər tərəfdən Fransa hamıya Azərbaycanla bir düşmən münasibəti səsləyir, sanksiyalar çağırır. Ancaq məsələn bizim PKK-lər qaşanda rahat şəkildə onu Quyana'dan, o Cənubi Amerikada bazasına göndərir, o haqqını da alır. Heç orada etiraz eləmir. Yəni düşünürəm ki, burada Nicat bəy, əsas məsələ ondan ibarətdir ki, biz Avropa İttifaqından iki cür istifadə edə bilərik. Əsasən bir iqtisadi məsələlərdə yanımızda olsun. Avropa İttifaqının özünə lazımdır bu. İkinci məsələ, Ermənistan sülh prosesində ən azından neytral olsun, mümkün qədər və yaxud sülhə dəstək versin. Yəni o vəsaitləri Ermənistanı yenə ayırsın, ancaq sülh qarşılığında ayırsın. Yəni müharibə yardım kimi ayırmasın. Çünki bilirsiniz, bəzi faktlar var. İndi düz bu Avropa İttifaqına aid deyil, amma sırf Fransa ilə bağlı. Bu da Avropa İttifaqının əsas üzvlərindən biridir. Məsələn, mən istəyirəm ki, dünyanın fərqli ölkələrinin, hətta Ermənistanın gələn silahların da 90% yenə Fransanın istəyi ilə, Fransanın koordinasiyası ilə gəlir. Yəni faktiki olaraq yəni burada hazırda sülhə mane olan əsas qüvvə Qafqazda Fransadır. Yəni bunu gəlin etiraf eləyək. Aydındır. Ümid edirik ki, qarşıdakı dövrdə biz tamam başqa münasibətin şahidi olacağıq. Hər halda proseslər də onu düşünməyə əsas verir. Sizə təşəkkür edirəm Turab bəy. Çox ətraflı və geniş şəkildə izah elədiniz, fikirlərinizi açıqladınız. Bugünkü buraxılışımız da bu qədər. Əziz tamaşaçılar, xatırladıram ki, missiya aktual verilişinin bu dəfəki buraxılışında Azərbaycan-Avropa İttifaqı münasibətlərinə nəzər salmağa çalışdıq. Studiyamızın qonağı, həmsöhbətim siyasi analitik Turab Rzayev idi. Təşəkkür edirəm.